Salamlar, hər vaxtınız xeyirli olsun. Bugün gedirik kənd təsərrüfatı sərgisinin sonuncu gününə. Bu arada videoları bəyənmirsiniz. Niyə bəyənmirsiniz sərgi? Nədir probleminiz? Bax sizə, niyə baxmırsınız sana videolara? Ayda ildə bir namaz. Onu da şeytan qoymaz. Şeytan qoysun amma bu gün gedək çataq rahat, səx salamat. Olsa bizim ölkədə motosikl sürməklə survival arasındakı fərq heç nədir. Yəni ki, başlayır demək olar ki, eyni şeydir. Ya motosikl sür ya da ki, get survival'a qatıl. Bəlkə hətta sənə bir şey deyim ki, survival'da yer tutmaq daha rahatdır ki, gəlib burada motosikllə həyatda sağ qalmaq. Belə rahatçılıq yəni. Qardaş da girirsən, bas qazadan, bas biraz cəmaata axılən gedirsən. Bu qardaş da biraz qəribədir. Amma insanlar, səhər-səhər adam çıxır, ruhun dincəltmək üçün minir motosikla, mühərrikin səsini hiss eləyirsən. O gücü nə pub olduğundan asılı olmayaraq gücü hiss eləyirsən əlinin altında. Amma o enerjini əmcikləyəcək maşın sürənlər çıxır qabağa və görürsən ki, həqiqətən də sakitcə öz yolunla getmək istəyirsən, bir də görürsən gəlir kimsə böyürdən çıxır üstüyə. Biraz da ruhunu dincəltmək istəyirsən, yenə sakitliklə həyatına davam eləmək istəyirsən, bir də görürsən sağ tərəfdən bir dənə piyada tullandı. Yenə ruhu dincəltmək istəyirsən, deyirsən, lənət sənə şor şeytan, bu həyatın bu qaidalarıdır, həyatda istisnalar hər zaman olur. Yenə ruhu dincəltmək üçün hərəkətə başlayırsan, bir də görürsən ki, hansısa sürücü daldala verir, qəza işıqlarını yandırmamış, sən də bunu görmürsən. Nə bilərsən ki, acı son belə gözəlliklərdən başlayır. Ona görə motosikl sürəndə hər zaman sadəcə ətrafınızı mütləq analiz eləyin və başqalarının səhvlərini də düzəldin. Belə duzlu məzəli əhvalatdan sonra bura girək. Əmoğlu, gir gerək dana. Salam aleyküm. 95 polunu verər sizə. 95 polunu. 95 polunu. Bəli, bəli. Nağd yox, kartla. Kartla. Necə? Bunu eşəcək mən. Necə? Bunlar iş, bu maşın. Ha, işə gəlib gəlmək üçün işlədim. Aralarda işləmək olur. Ha, elə ona görə rahatdır. Doldur da hələ biraz da var. 3 polasaya 4 tane maşını yerləşdir. Ha, o bilirəm ha. Sonra da deyirlər ki, motosikl aradan keçir, nə eləyir. Bizdə adətdir də. Yoxsa geçsin. Biraz doldura bilərsiniz hələ. Все, kifayət eləyər. Sağ olun, təşəkkürlər. Həmişə buradan vururam. Bir də çox vaxtı hardan vururam? Mən belə buralardan vururam. Biraz musiqiyə xod verək. Musiqi dayanır. Musiqi başlamasa getmək olmur da. Hadi oxu lənətə gəlmiş musiqi. Mən sənsiz heç nə eləyə bilmərəm. Musiqi niyə oxumur da? Qoymayın konum da yazaq, rahat gedək. Baku Expo Center. Welcome to Baku. Aha, belə göstərir. Niyə?
Biz əslində aşağı ilə gedərik, ev yox. Oradan gedib, oradan gedərik, bir şey həll eləyərik ana. Kənardan çox eybəcər göründüyümə əminəm. Amma motosikl hər zaman ürəkdir. Nə olur olsun, I love you. Ürək tuta bilmirəm, amma əsas odur, I love you bike. Alman mahnısı da öldü. Məni çox qaza gətirir Alman mahnıları. Nə olar, məni arxaya döndürmə də, buradan gedim. Nə olar, sən nə fərq var, mən hardan gedirəm? Sən şov qəribdir bu da. Yolumu biraz uzadım da, nə olacaq ki? Hələ olsa tez. Saat neçədir? 8:07. Əzizlərim, özünüzü təhlükəyə atmayın. Alman mahnılarla zəhləm gedir, məni qaza verirlər. İnsan bilmir neynəsin. Biraz azaldım səsin, çox qaza gəlməyim, ancaq adrenalində heç danışa bilmirəm. Başa düşürsünüz, ancaq fikir beyin işləyir. Motosikl sürəndə dediyim kimi həmişə bunu bilin ki, bir adam əgər motosikl sürürsə, onun sadəcə və sadəcə beyni işləməlidir. Əsas məsələ beyin işləməlidir. Əgər bir adam beyni yoxdursa, o motosikl da sürə bilmir. Yəni elə nətər gəldi, gedir. Ən vacib şərtlərdən biri düzgün qərar verməkdir motosiklda. Yəni yola çıxaq, mən izah eləyəcəm. Buradan dönəcəkdir, yəni burada biraz yavaşlayaq, buradan dönək, daha dirənib də dön. Waze deyirsə həmişə işimizə yarayıbdır, yəni bu gün onu qıra bilmərəm. Həm də ki, qoy bizə ən qısa yolu göstərsin. Nə olacaq da nə? Oo, qəşəng mahnı. Mən bu mahnıyla necə zəhləm gedir. Ona görə musiqi həmişə motosikl sürəndə uşaqlar ana sevgahınıza da qulaq asın. Bu sizə enerji verir. Muğama da qulaq asın. Muğama qulaq asınsa hər şey yaxşı olacaq. Yox, qulaq asmırsansa beynin çönür, qaz deyirsən. Qazlamamaq üçün ən yaxşı yol odur. Saat. Bisiklet sürmürəm valla. Antrenman. Motosikl var burada. Məncə yoxdur. Çünki o idman növü sayılmır. Yəni totoşu qoyursun üstünə gedirsən. Yəni idman növü niyə sayılsın ki deyə düşünürəm. Dayı sür görək dayı. Buradan abratqa eləyəcək. Dala qayıdacaq. Keş görək dayıcan. So. Bir amca buradan belə. Mədəni. Musiqinin səsinə bax, Deməli, qeyd eləmək istədiyim mövzular nədir? Bilirsiniz ki, motosikl sürəndə ən vacib məsələ beynin istifadəsidir. Və keçən səfər də qeyd elədik ki, biz motosikl sürəndə niyə aşağı kubdan başlayırıq? Çünki beyin funksiyaları yavaş-yavaş təkmilləşən bir şeydir. Beyin birdən-birə, yəni ki, məsələn, vurma cədvəlini necə öyrənirsiniz? Yavaş-yavaş da mərhələli şəkildə. Eyni qayda ilə motosikl sürməyi də biz yavaş-yavaş mərhələli şəkildə öyrənirik. Yəni burada da bu məsələyə aydınlıq gətirə bilərik ki, biz yavaş-yavaş kub həcmini artırmağımız əsas məqsədi odur ki, beynimizi yavaş-yavaş öyrədirik ki, sürətli hərəkət elədikcə analiz etmə bacarığımız da daha da artmaq məcburiyyətindədir. Çünki hərəkət sürətləndikcə qarşınıza çıxan maneələrin də sürəti artır və bu maneələrdən yayınmaq üçün sizin eləyəcəyiniz hərəkətlərin də belə deyim, sürəti daha artır və daha optimallaşır. Yəni daha sürətli qərar vermək məcburiyyətindəsiniz. Və bu da təbii ki, bizə nə verir? Artıq xətalar. Beyin çatdırmayanda başlayır xəta eləməyə. Düşüncələrinə səhv olur. Bir də görür ki, mən niyə belə elədim görəsən? O sualı özünə verməmək üçün mütləq dərəcədə belə şeylərdən yayınmalıyıq, diqqətli olmalıyıq. Əla.
Buradan göstərinə görə 25 dəqiqə oradayıq. Biz də 9-da orada olmalıyıq. 9-da açılış olacaq. Biz 9-da çatarıq deyə düşünürəm. Hələ ki yolumuz xeyli var. Hava yağıntılı oxşuyur, amma yağmasa böyük başucalığıdır. Təbii ki, bunda heç nə eləyə bilmirik biz. Nəsə eləyə biləcək bir şey də deyil, təbii ki. O şey demiş. Allah təala bilər nə vaxt yağar, nə vaxt yağmaz. Bugünkü videoda çox danışıq gözləməyin, dediyim kimi. Həmişə deyirsiniz ki, sadəcə sürsəm belə bəs eləyir mənə, bizə. Mən sürə bilərəm. Çox adrenalini qazlayıb sürə bilmirəm. Səbəbi bilirsiniz yəqin ki, sosial mediada belə şeyləri ümumiyyətlə təbliğ eləmək özü belə qanunvericilikdə nəzərdə tutulmuş qaydaya görə yəni inzibati işdir, inzibati xətadır belə şeyləri paylaşmaq. Bəziləri eləyə bilər polisdən qaçmağın və s. Bu ümumiyyətlə birincisi etik bir şey deyil. İkincisi də ki, həmin insanlar IQ-su qıt insanlardır. Polisdən qaçmaq heç vaxt üstünlük deyil. Bunu da bilin. Xanım da keçsin, xanım arxamdan keçir, bilmədim niyə. Ən zəhləm gedən şey də bu kostyumun sağın solun belə aralanmasıdır. Biraz sol, biraz sol. Mənə həmişə deyirlər ki, məndə adətdir də bu əlimi buraxmaq deməyək də bunu. Tam təhlükəsiz olduğum yerdə, düşündüyüm yerdə əlimi müəyyən qədər çəkmək. Bu əslində qanunla okeydir, mən başa düşürəm ki, maşın sürənlər əlin roldan çəkmirmi? Bütün günü telefonla yazışırlar belə gedə-gedə, heç danışmırlar. Nəysə, bunlara heç reaksiya da verməyəcəm. Yəni, elə şeyləri xahiş edirəm. Mənə durub kimsə irad tutmasın. Mənim beynim çox adamın o irad tutanların beynindən daha yaxşı işlədiyinə görə. Sizin iradlarınız mənim üçün sadəcə analiz edirəm ki, doğru iraddımı, yoxsa yox. Görürəm ki, hə, doğru iraddır, onda şey eləyirəm. Yox, doğru irad olmadığını görəndən sonra sizin dediklərinizi heç ümumiyyətlə əhəmiyyətimə vermirəm bir sözlə. Yəni sizin dediyiniz mənim dediyimdən heç vaxt üstün deyil. Bu hər kəs üçün belə olmalıdır. Yəni ki, hər kəs öz qərarlarını verə biləcək yaşdadır. Amma məsələ budur ki, təbii ki, başqalarının fikirlərinə də hörmətlə yanaşıram və həmişə bildiyiniz kimi mən gözləyirəm ki, siz yazanda da, şərh yazanda da oxuyuram, axıra kimi oxuyuram. Düzdür, şərhlər çox deyil. Niyə çox deyil? Bu videoya heç olmasa bir maksimum bu hissəni görürsünüz. Girin bir dənə ürəkdən, nədənsə qoyun. Şərhlər artanda videonun izlənmə sayı da artır. Yəni həmişə deyirəm, bu ölkədə 3-4 dənə hansı ki motosikl üçün video çəkən adam var da. Bunlar niyə bəyənib dəstək olmayaq ki, əgər əlimizdədirsə? Yəni paxıllıq eləyəcək bir mövzumuz yoxdur. Fikirləşəcək başqa bir mövzumuz yoxdur. Bizim də sizə ziyarətimiz yoxdur da, yəni. Nəticə olaraq əziyyət çəkirik, zaman xərcləyirik. Okey, biz çəkməsək kim çəkəcək? O da maraqlı bir məsələdir. Ən azından vaxtınızı səmərəli təşkili üçün nəsə videolar hazırlayıq da, oturub baxırsınız, eləyirsiniz. Mən məsələn yemək yeyəndə mütləq hansısa bir videoya baxmalıyam. Məsələn, mən əminəm ki, motosikl sürənlər bizim videolara baxırlar. Bəlkə də yemək yeyəndə, bəlkə də nəsə. Əgər varsa belə biri, onu da buradan qeyd eləsin. Yəni, həqiqətən yemək zad yeyəndə, eləyəndə baxırmısınızmı heç? Ya da uzun videolar, bilirəm, qısa videoları insanlar sevir, amma məsələn, mən çox istədiyim insanlar, məsələn, tutaq ki, götürüm Elrain, yəqin ki, çox adam tanıyır, məncə də elə hamı da tanıyır. Məsələn, Elrainin videoları baxırsan ki, 4 saat olur, oturub 4 saat adamın videosuna baxıram. Mən şəxsən zövq alıram. Yəni, belə insanlar da var. Mən əminəm ki, mənim də, düzdür, mən bir Elrainin heç şey deyiləm, yəni çəkdiyim videolar bəlkə də keyfiyyət olaraq pis deyil, amma kütlə olaraq mənim kütləm o qədər geniş olmayacaq bəlkə də heç bir zaman. Heç bir zaman deməyəm, amma ola bilər, yəni həyatda hər şey ola bilər. Amma yenə də bax görürsüz, niyə 2 xəttli yolda yenə 3 dənə maşın var yan-yana. Bax qabaqda 3 dənə maşındır. Yəni irad tutmayın ki, niyə maşınlar hər yerə soxur, motosikletlər özlərini hər yerə soxur. Maşınlar da yer tapsa özlərini hər yerə soxar, sadəcə tapa bilmirlər. Tapsa niyə soxmur? Sadəcə yəni niyə orayla gedəsən ki, o da maraqlı sualdır da. Bax yine sürtüb keçəcək. Woman. O deyir, aslanın erkəyi dişisi olmaz. Maşın sürəndə amma olur. Bunu da deyim.
Yəni çünki mən çox vaxtı görürəm də yoldayam, bütün günü yoldayam deyənə bu hadisələri görürəm. Bunu eləməsəydim ürəyim tıncıxacaqdı. Yadınızda saxlayın. Bir sürücülük kursunun maşınlarının, bir də ki qadın sürən maşınların arxasıca, sağı ilə, solu ilə heç vaxt getməyin. Ani qərar dəyişiklikləri var. Bir də gördünüz sevgilisi ilə dalaşdı, beyni çöndü, çəkdi yolun sağına, ruçnoyu dartdı. Yəni ola bilərmi? Ola bilər. Mümkündürmü? Mümkündür. Olubmu? Nə qədər desəz. Ona görə təhlükəsizlik tədbirlərini özümüz almalıyıq belə mövzularda. Normalda mən burada güzgüdən özümü görməliyəm də. Güzgüdən özümü görmürəmsə, demək ki, güzgü düzgün olmayıb da, yəni düzgün tarazlanmayıb deyə düşünürəm. Elə deyilmi? Mən bəlkə də səhv edirəm, bilmirəm. Maşın aspektinə heç vaxt fikir verməmişəm, amma normal olaraq məncə mən onu görürəmsə, o da məni görür də. Belə bir məntiq var. Bilmirəm, bəlkə də yeni güzgülərdə nəsə bir metodika var. Amma görürsünüz, məsələn, mən burayla keçirəm, amma burayla keçəndə belə görürsünüz nə qədər yavaş gedirəm. Çünki qapı açılma ehtimalı və həmçinin bir təkər yeri boş qoyuram ki, ani şəkildə o dönmək, manevr eləmək qərarına gəlsə ki, bizim ölkədə bu nə qədər desəz var. Ona görə həmişə o yeri boş qoyuram. Bir də maşın tam dayanıbsa, heç vaxt nə eləmirəm? Şey eləmirəm. Gəlib tam dayanıbsa yanından keçəndə 10 dəfə düşünürəm. Çünki ani qapı açma ehtimalını nəzərə alaraq. Yavaş-yavaş davam edirik. Bu tunellər həqiqətən də çox yaxşıdır. Bu tunel, bütöv Bakını tunel eləsələr adam elə rahat. Düzdür, çox riskli yerdə tunellər. Çünki qəza olma şansı daha yüksəkdə tunellərdə. Bilmirsən axı, bir də görsən qabağına nəsə çıxır eləyir. Allah uzasın. Burada bir dənə maşın dayanmağı kifayət edir. Özdə yolun boş vaxtları olur, sürətli vaxtları. Bax, həmin vaxtı kifayət edir ki, qəza şəraiti yaransın. Ona görə tunellərdə həmişə ehtiyatınızı götürmək lazımdır. Bir dostum var, deyir, tuneldə dizimi yerə sürtmək üçün əydim, belə elədim, çox yaxınlaşdı, neynədi? Deyirəm, amma sən xəstəsən, sən dəlisən, nəsən. Birincisi, dizi yerə sürtmək məntiqi, şəhər, ümumiyyətlə onun heç bir mənası yoxdur, bu bir, bunu qeyd edeyim. Yəni ki, şəhər içi sürüşlərdə ümumiyyətlə onu eləmək sadəcə ağılsızlıqdır. Yəni, belə şovdur, özü göstərmək üçün. İkinci məsələ, ümumiyyətlə, ölkəmizdə belə bunu eləmək şir ürəyi yemək kimidir. Yəni birbaşa ölümə dəvətnamə çıxartmaqdır da. Çünki yol onsuz da pis gündədir və görürsüz yolda dığır, min dürə şey var. Yolun xəttəlməsi gah normaldır, gah normal deyil. Ani təkərin tutub-tutmaması kifayət edir ki, səni orada bir dənə qaldırıb tullaya göyə. Yəni ki, hər an high side və yaxud da low side yemə ehtimalınız var. Ona görə elə şeylər ömür boyu eləməyin. High side körpünün altında high side yemək elə bil ki, tenis topusan, tenis gəlib, tenisin raketi gəlib dəyər alınmada, elə fikirləşin. Hə, deməli, nə deyirəm? Slow Race adlı yarış olacaq 18-i, bu şeydə olacaq. Baykland terasda gedə bilərsiniz. Slow yarışda nədir? Bilirsiniz ki, sürətli getmək özü bir məharət istəyir. Motosikletlə sürəti idarə eləmək çətin məsələdir. Yəni hər kəs üçün birincisi tövsiyə olunan bir şey deyil təbii ki. İkincisi də ki, ümumiyyətlə çətin məsələdir. Yəni hər kəsin də bacaracağı bir şey deyil ki, düz sağlam qalsın, uzun ömürlü yaşasın, amma həmişə sürətli, adrenalinli hərəkət eləsin. Amma və lakin burada bir məsələ də var. Bu slow race nədir? Sürət sürmək nə qədər çətindirsə, yavaş getmək bir o qədər çətindir. Hətta ondan da çətindir. Çünki motosikletin minimum gücü ilə, yəni ki, bir sözlə iməkləmək deyək də buna. Yəni motosikletı balansda saxlamaq bu daha çətindir. Çünki motosikletin balansını öyrəşmək hər kəsin bacardığı bir şey deyil. Ona görə siz də gələ bilərsiniz. Giriş sərbəstlik ilk 40 nəfərdir deyəsən, rahat şəkildə iştirak edə bilir. Amma slow race çətindir dediyim kimi. Biraz məşq eləyin, biraz şey eləyin. Mən özüm də orada olacağam, vlog çəkəcəm yəqin ki, orada sizinlə bir yerdə görüşə bilərik. Slow race-ə siz də qatıla bilərsiniz. Yəni ki, maraqlı olacağına əminəm. Və ölkədə belə yarışların keçirilməsi də həqiqətən də çox sevindirici bir haldır. Ölkədə həqiqətən də belə yarışların keçirilməsi, motosikletlə ümumiyyətlə marağın artırılması üçün çox vacib bir rol oynayır. Ona görə Real Rider klubuna da buradan təşəkkür edir. Real Rider, çox sağ olun ki, ürək göstərə bilmirəm, ürəyi necə ellər onu da bilmirəm. Amma təşəkkür edir ki, belə motosikletlə bağlı eventlər keçirirsiniz və davamlı olmağını da arzu edirik.
yavaş-yavaş davam edirik. Ben bir ara elə slow rise, yəni yavaş tısbağa yarışı deyək də, gəlin buna. Turtle rise. Tısbağa yarışını bir sözlə əvvəllər məşq eləyirdim. Düzdür, mən özüm qatılmayacağam yəqin ki, çünki mən qatılanda vlog çəkənməyəcəm və video çəkənməyəcəm ona görə. Amma yerində qatılmağınız çox maraqlı olar. Ən azından bütün eventlərə qatılmaq, moto eventlərə qatılmaq həm insanları tanımaq baxımından, həm də ki səsim gəlir, gəlmir, bilmirəm də, çox biraz sürəti arzumen eləmişəm. Nə qədər vaxtımız var? Hələ varımızdır vaxtımız, amma yenə də biraz sürətlənməliyik ki, çərək çataq. Çünki ağzımıza vermişik, çənənimizə vermişik, qolumuz qalıb yağlı yolda. Biraz da qolumuza verək, gedək çataq. Beynimizə verək, deyək daha doğrusu. Sabah xeyir. Necəsən? Hələ açılmayıb hə? 9-da açılır da. Necə? Hə, VIP qonağam. VIP qonağam. 3 günə qalıb o da, gələ dəyiş. Nəysə, gediyorum. Oh my goodness. Salam aleyküm. Videonu bəyənib paylaşmağı, şərh yazmağı unutmayın. Fikirləriniz mənim üçün çox önəmlidir. Sağ olun, salamat qalın.